Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala hayri halqina nebiyyina Muhammed ve alihi tayyibine tahirin. Qalallahu Teala fi kitabihil kerim: Ya eyyühen nasu kulu mimma fil ardı halalan tayyiban ve la tettebi'u hutuvatiş şeytan innehu lekum aduvvun mubin. Sadakallahul aliyyul azim. Əziz və dəyərli möminlər, ilk öncə özümü, sonra sizləri ilahi təqvaya dəvət edirəm. Allah Teala bu mübarək cümə günün hər birimizə xeyirli, bərəkətli etsin inşallah. Allah Teala'nın bizlərə əmr etdiyi vacibi məsələlərdən də biri Qur'an-ı Kərimdə əmr olunan, tövsiyə olunan əmrlərdən də biri halal ruzu qazanmaq və onun fəziləti, savabı haqqında Allah Teala Qur'an-ı Kərimdə və Həzrət Peyğəmbərimiz hədislərində qeyd edir. Allah mübarək kitabında buyurur: Ey insanlar, yer üzərində olan halal və pak qidalardan ruzilənin, şeytanın yolun getməyin, həqiqətən o sizin açıq-aşkar düşməninizdir. Allah Teala'nın adı Rəzzaq, yəni bütün varlıq aləmi, bütün yaradılış aləmi ondan qidalanır. Pul, var, dövlət nəzərdə tutulmur. Aldığımız hər bir nəfəsi, aldığımız havanı, baxdığımız, gördüyümüz hər nə varsa Allah'tan qidalanırıq. Və başqa bir ayədə Allah Teala buyurur: Və tərzuqu mən təşə bi qeyri hisab. Ya Rabbim, istədiyin hər kəsə hesabsız, saysız ruzu verən sənsən. Yəni ruzunun mənbəyi Allah'dır. Allah Teala Qur'an-ı Kərimdə bizlərə buyurur: Və mə xalaqtul cinnə vəl insə illə liyabudun. Ey insanlar, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Mən onlara sizə demədim mənə ruzu verin və yaxud da məni yedizdirin. Allahu innəhuvər razzaq. Həqiqətən ruzu verən elə o özüdür. Ruzunu verəndir mənəm. Mən sizə dedim, mənə ibadət və itaat edin. Qaldı sizdən istəmədim məni yedirib, içirib, mənə ruzu verəsiz. Ruzu verən elə Allahın özüdür. Təbii ki, bu kainatda Allah Teala ruzu əldə etmək üçün səbəblər yaradıb. Bir yerdə işləyirsən, onun müqabilində pul və yaxud da nəsə bir şey alırsın. Bu səbəbləri yaradan Allah'dır. Qəlbini səbəblərə bağlama, səbəblərdən yapış, amma həqiqi səbəbin yaradıcısı da Allah'dır. Ariflər buyururlar ki, əgər bir insan çörək yeyən zaman həqiqi rəzzaqı tanısa, su içən zaman həqiqi rəzzaqı tanısa, deməz ki, şükür olsun Allaha, su içdim, məni doyurtdu və yaxud da çörək yedim, məni doyurtdu. Deyər ki, şükür olsun o Allaha ki, çörəkdə məni doyurtmaq qüdrəti qoyub. Şükür olsun o Allaha ki, suda mənim susuzluğumu aradan aparmaq üçün xüsusiyyət qoyub. Allah Teala insana susuzluq verir, bu xüsusiyyəti insanda yaradıb, onu aradan aparan səbəb də yaradıb. Həqiqi mənbəyi insan bilən zaman su içəndə suyu əldə etdiyinə görə şükür etmir. O suda susuzluğu aradan aparan qüdrəti, xasiyyəti qoyan Allaha şükür edir. Təbii ki, bu kainatda əldə etdiyimiz bütün neymətlər, harasa gedib işləyirik, əldə etdiyimiz bütün maddi imkanlar, sanki bu dünyada bir padişah süfrə açıb. Bir padişahın süfrəsidir, hamımız o süfrədə əyləşmişik. Birimizin əli suya çatmır, xahiş edirik, o suyu sənə verir. Birinin əli çörəyə çatmır, biri çörəyi o birini ötürür. Halbuki süfrə heç birimizə məxsus deyil. Süfrənin sahibi, həqiqi sahibi Allah'dır. Allah Teala Qur'an-ı Kərimdə ruzunun mənbəyi özünü adlandırır və halal yolla ruzu əldə etməyi bizlərə əmr edir. Təbii ki, Allah Teala Qur'an-ı Kərimdə buyurur: Və mən yəttəqillah yəcəlləhu məxrac və yərzuquhu min heysu la yəhtəsib. Hər kəs Allahı tanıyarsa və təqvalı olub pəhrizkar olarsa, Allah ona gümanı gəlmədiyi yerdən ruzu qapıları açar və onu yedizdirər. İki müəllimlə tələbə əyləşmişdi, bir hədis barəsində müzakirə edirdilər.
O hədisdə Həzrət Peyğəmbərimiz buyurur: "Ləv təvəkkəltum alallah haqqa təvəkkülihi." Əgər Allaha layiqincə təvəkkül etsəniz, Allah səmada quşu doyurduğu kimi sizi doyurar. O quşlar yuvasından ac qarnına çıxıb tox qarnına qayıdır. Bu zaman tələbə deyir ki, o zaman ustad işləməyə, səy etməyə ehtiyac yoxdur. Allah deyir ki, səmada quşu doyurduğu kimi səni doyurar. Heç işləməyə ehtiyac yoxdur. Müəllim deyir, yox. Allah səy etməyi şərt qoyub. Gərək işləyəsən, Allah sənə yetirə. Bunların arasında bu cür mübahisə yaranır. Tələbə deyir, işə ehtiyac yoxdur. Allah ruzunu vermək istəsə, səmada quşu doyurduğu kimi mən evdə otursam da məni doyuracaq. Müəllim deyir, xeyr. Allah Taala deyir ki, o quş yuvasından çıxıb gedər, qaydanda tox qaydar. Onun yuvasından çıxması elə səy etməkdir. Tələbə müəllimlə razılaşmır, durur, gedir, küçədə görür ki, bir ağsaqqal əlində xurma aparır. O xurma da böyük bir qabda idi, ağır idi. Gəlir, yaxınlaşır, xahiş edir ki, buna kömək eləsin, götürür bunun yükünü evinə qədər aparır. Aparandan sonra həmən o şəxs, yaşlı, qoca götürür o xurmadan bir neçə kilo verir bu tələbəyə. Tələbə bunu götürəndən sonra baxır xurmaya, deyir ki, ustadım haqlıymış. Əgər cəhd etməsəydim, səy etməsəydim, bu xurmanı əldə etməyəcəkdim. Götürür, gəlir ustadının yanına, deyir ki, ustad, bugün bir şey öyrəndim və yəqin etdim ki, gərək cəhd edəsən, səy edəsən, Allah sənə verə. Ustadı deyir, o xurmadan birini qoy mənim ağzıma. Tələbə götürür o xurmanı, qoyur ustadın ağzına, ustad yiyir. Deyir ki, indi hansımız haqlıyıq? Tələbə qalır belə, bilmir ki, desin, mən haqlıyam, yoxsa sən. Çünki tələbə səy etdi, Allah ona verdi. Müəllim isə oturduğu yerdə heç bir yerə tərpənmədi, Allah yenə də ona verdi. Yəni, Allah Taala həqiqi razzaqdır. Səy etsən də verər, səy etməsən də verər. Lakin o səyi Allah səbəblər qoyub. Səy edərsənsə, mücahidin savabını qazanarsan. O səylər ki, səbəblər ki, Allah Taala qoyub, biri oturur, kimsə onu yedizdirir, biri isə işləyir, qazanır. Allah Taala deyir ki, halal ruzu dalıca gedib cəhd edən insan mücahid kimidir. Yəni, Allah yolunda vuruşan şəxs kimidir. Bugünkü günümüzdə də alimlər deyirlər ki, əvvəlki dövrlərə baxan zaman bugün hər kəsin gəliri əvvəlkilərdən daha çoxdur. Amma bərəkəti yoxdur. Çünki Allah Taala Quran-ı Kərimdə buyurur: "Və yemhaqullahu riba və yurbis sadaqat." Allah ribanı, sələmi, faizi məhv edər. Bugün əksəriyyətin puluna, malına, canına, hər bir şeyə sələm, faiz qarışıb. Allah Quran-ı Kərimdə də buyurur: "Və yemhaqullahu riba." Allah faizə məhv edər. Deyir, azaldar demir. Allah Taala deyir, məhv edər, kökün kəsər. Və yurbis sadaqat, sədaqələri, halal ruzilərə isə Allah Taala bərəkət verər. Və ikinci səbəbi Quran-ı Kərim buyurur, əgər istəyirsənsə ruzun artsın və bərəkətli olsun, istiğfar et. Allah Quran-ı Kərimdə buyurur: "Qul tustagfiru rabbakum innehu kana ghaffara və yumdidkum bi amwalin və banin və yaj'al lakum cennetin və yaj'al lakum anhara." Biz onlara dedik ki, istiğfar edin. Çox istiğfar edin, Allah sizin həm günahlarınızı bağışlayar, həm sizin övladlarınızı və mal dövlətinizi artırar, həm sizin üçün cənnətlər və bağlar salar. Gör ki, təkcə bir dənə istiğfar, yəni əstəğfirullah Rabbi və tubu iləyh demək, insanı həm günahlarını bağışlayır, həm var dövlətini artırır, həm ailəsinə bərəkət verir, həm də əgər əkin sahəsində işləyirsə, onun üçün deyir, çaylar və cənnətlər salır. Və üçüncü, Quran-ı Kərimdə ruzunu artıran, ruzunu bərəkətləndirən amillərdən də biri şükürdür ki, Allah Taala buyurur: "Və ləin şəkərtum ləəzidənnakum." Ey insanlar, əgər Allahın sizə verdiyi nemətlərə görə şükr etsəniz, ləəzidənnakum, Allah mütləq və mütləq onu artırar. Allah demir onu saxlayar. Şükür həm neməti əldə saxlamağa səbəbdir, həm də onun artmasına bir vasitədir. Allahın verdiyinə şükr etsən, Allah Taala qat-qat artıracaq və davamında buyurur. Digər dördüncü səbəb odur ki, əgər istəyirsən ruzun artsın, bərəkətli olsun, buyurur: "Və men yetevəkkəl alallah fəhvə həsbuh." Hər kəs Allaha təvəkkül etsə, Allah ona yetər. Həzrət Əli əleyhissalam buyurur, deyir, mən özüm kimi aciz bir qula əl açıb ondan bir şey istəməyə utanıram. Halbuki hamıya verən Rəzzaq Allahdır.
Əgər mənə Allah əl verib, ayaq verib, mən ruzu qazana bilirəmsə, kiməsə nə üçün möhtac olmalıyam? Çünki qiyamət günü əl açan, bacardığı surətdə insanlara əl açan, Peyğəmbərimiz buyurur, qiyamət günü üzünün suyu axan şəkildə məhşərə gələr. Odur ki, Peyğəmbərimiz buyurur, ibadət 70 növdür. İbadət 70 növdür, ən fəzilətlisi halal ruzu qazanmaqdır. İbadətin içərisində namaz var, oruc var, xumus var, zəkat var, cihad var. Amma Peyğəmbərimiz buyurur, ibadət 70 növdür, ən fəzilətlisi öz ailəsini halal ruzu ilə təmin etmək üçün çalışmaq və işləməkdir. Quran-ı Kərimdə ruzunun, malın, mülkün artması üçün və onun qorunub saxlanması üçün səbəblərdən birini Allah Teala da iman göstərir. Buyurur ki, وَلَوْ أَنَّ أَهْلَ الْقُرَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ. Ya Peyğəmbər, əgər bir məmləkətin əhalisi iman gətirib təqvalı olarsa, Allah yerin və göyün bərəkətin onların üzünü açar. Və Allah Teala bərəkətin, mənbəyin iman və təqva göstərir. Və 6-cı Quran-ı Kərimdə Allah Teala buyurur ki, istəyirsən varın, dövlətin bərəkətli olsun, davamı gəlsin. Buyurur, وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهُوَ يُخْلِفُهُ. Allah yolunda nə versən, Allah onun əvəzini verəcək. Təbii ki, bu ayə iman gətirmək lazımdır. Yəni Allah Quran-ı Kərimdə buyurur, məgər siz Quranın bir hissəsinə inanıb, bir hissəsini inkar mı edirsiniz? Burada Allah Teala bizlərə öz kitabında buyurur ki, Allah yolunda bir şey versən, Allah onun əvəzini verəcək. Əgər istəyirsənsə, malın, dövlətin artsın, bərəkətli olsun, Allah yolunda xərclə. Allah Quran-ı Kərimdə Allah yolunda verilən sədəqəni bənzədir. Buyurur, Məsəlul-ləzine yunfiqunə fi səbilillah kəməsələ həbbə ənbətət səb'a sənəbilə fi kulli sumbilətun miyyətə həbbə. Allah yolunda verilən sədəqənin misalı bir buğda toxumuna bənzəyir. Bir dənə toxum əkirsən, bir toxumdan 7 sümbül çıxır, hər sümbüldə də 100 dənə toxum olur. Yəni Allah demək istəyir, sənin əkdiyin o bir buğda 7 sümbül, hər sümbüldə 100 toxum olursa, sənin verdiyin bir sədəqəni də Allah Teala 100 əvəzin sənə qaytaracaq. Yəni bunu Quran-ı Kərim deyir, Allah deyir, Allah da öz vədinə heç zaman xilaf çıxmaz. 7-cisi isə Allah Teala hələ Cümə surəsində də buyurur ki, فَإِذَا قُدِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللّٰهِ وَاذْكُرُوا اللّٰهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ. Ey iman gətirənlər, namaz bitdikdən sonra yer üzərinə yayılın, Allahın ruzusunu Allahdan istəyin və Allahı çox zikr edin, bəlkə nicat tapasınız. Namaz bitəndən sonra yayılın, öz ibadətinizdən sonra ruzu dalıca gedin, o ruzunu Allahdan istəyin və çoxlu Allahı zikr edin və Allah sizə bu bol-bol ruzunu verəcək və siz nicat tapacaqsınız. Allah Teala bizləri halal ruzu qazanan qullarından qərar versin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kavsar fasalli li rabbika wanhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Dəyərli möminlər, ilk öncə özümü, sonra sizləri ilahi təqvaya dəvət edirəm. Allah Teala bizləri təqvalı qullardan qərar versin. Halal ruzu haqqında Quran-ı Kərimin ayətlərin və əziz Peyğəmbərimizin hədislərini qeyd etdik. Bilirik ki, biz istəsək də, istəməsək də, etiraf etsək də, etiraf etməsək də, biz hələ ruzu deyəndə hamımız var dövlət, pul nəzərdə tuturuq. Yəni ağlımıza ilk gələn şey odur. Təbii ki, bunu biz nə qədər bu cür başa düşürük, Allahın hikmətini, kainatda baş verən hadisələri dərk edə bilməyəcək. Odur ki, bu suallar həmişə yaranır. Nə üçün filan kəs, filan şəxs şərab içir, min cür haram işlər görür, amma yenə varı dövləti vardır. Pulu mənkindən çoxdur. Çünki biz bu sualı veririksə, o deməkdir ki, ruziyə ancaq pul kimi baxırıq. Əgər ruziyə pul kimi baxacaqsa, bu sualın cavabı yoxdur. Təbii ki, bu sualın cavabı var, amma bu sualın cavabını başa düşmək üçün Peyğəmbərimizin dediyi
ruzu, ən böyük ruzu Allahı tanımaqdır. Ən böyük ruzu Allaha ibadət etməkdir. Ən böyük ruzu sağlam canın olmasıdır. Ən böyük ruzu əxlaqlı övladın olmasıdır. Ən böyük ruzu sağlam ailənin olmasıdır. İnsan var ki, varı, dövləti var, amma bunların heç biri yoxdur. Odur ki, ruzu Allah rəzzaqdır. Allah çox-çox ruzu verəndir. Aldığımız hər bir nəfəsi ondan alırıq. Bu da ruzudur. Odur ki, ruzuya pul kimi, var kimi, dövlət kimi baxanda bu suallar yaranır. Allah Teala bunun da cavabını Quran-ı Kərimdə buyurur. Ya Rasulum, o şəxslərə ki, o kafirlər ki, Allahı inkar edən şəxslərə var mülk verdiyimi, onların özünə görə verdiyimi zənn etmə. Lakin onlara bu dünya həyatında verirəm ki, günahları qat-qat artsın və cəhənnəm əzabları da daha da şiddətli olsun. Allah Teala onların səbəbini bu cür açıqlayır. Amma ruzu deyəndə, ruzu ilk öncə Allaha ibadət etmək, Allahı tanımaq ən böyük ruzudur. Və biz tarixə də baxanda, bugünkü günümüzə də baxanda, hələ dünyada, Türkiyədə məşhur bir xeyriyyətçi, milyonçu, çox gözəl insan olub, bəlkə bugün də vardı. Onun müsahibələrinin birində deyir ki, mən bütün növ maşınlar aldım. Hətta özüm çox xüsusi təyyarə aldım, villalar aldım, ərazilər aldım. Ala bilmədiyim heç bir şey olmadı. Amma bir dənə öz övladıma bir cüt ayaqqabı ala bilmədim. Nə üçün? Çünki bunun övladı xəstə idi. Yəni, gəzə bilmirdi deyə heç ayaqqabı giyə bilmirdi. Onun üçün deyir, hər bir şey ala bildim, amma övladıma bir cüt ayaqqabı ala bilmədim. Yəni, ruzu, sağlam övlad ən böyük ruzudur. Sağlam can ən böyük ruzudur. Və bu deyir, mənim çox avtomobil fabrikalarım olmasına baxmayaraq, övladım bir dəfə demədi ki, mənə maşın al. Kaş ki, o mənə deyərdi, maşın al, mən onu ala bilməzdim. Amma maşınlar firması olan bir insan öz övladına həsrətlə baxır. Odur ki, ən böyük ruzu Allahın bizə verdiyi sağlam can və sağlam ailə. Budur, Peyğəmbər salavatullah bizlərə daim halal ruzu qazanmaq dalıca getməyə əmr edir. Həzrət Əli əleyhissalam da buyurur, Əl-halalu qutul əxyar. Halal ruzu qazanmaq, halal ruzu yaxşı insanların qidasıdır. Hər insana da nəsib olmur halal ruzu əldə etsin və bunu yesin. Halal ruzu yaxşı insanların qidasıdır. Əgər yaxşı insansansa, təbii ki, halal ruzu sənə nəsib olar. Və tarixi hadisələrə də baxsaq, İmam Hüseyin əleyhissalamın Kərbəlada imama qarşı çıxan qatillərə deyirdi ki, sizin qarınlarınızı haram tikələr doyurduğu üçün sizin qulaqlarınız haqqı eşitməz, gözləriniz də haqqı görməz. Yəni, insanın ki, qarnı haram tikə gördü, o nə haqqı eşidər, nə haqqı görər. Peyğəmbər salavatullah buyurur, çox dualarınız var ki, qəbul olmur, onun qarşısını alan haram ruzulərdir. İnsan haram tikə yeyirsə, haram ruzu qazanırsa, onun dualarının qarşısını alır və dualar qəbul olunmur. İmam Muhammed Baqir əleyhissalamın mübarək bir hədisini qeyd edəcəm, söhbətimi yekunlaşdıracağım inşallah. İmam buyurur, mən tələbət dünya istiğfafa anin nəs və təvassuan alə əyəlihi, kim insanlara möhtac olmamaq və ailəsinə rahatlıq vermək üçün halal ruzu qazanarsa, qiyamət günü Allahın huzuruna Bədr gecəsinin ayı kimi parlaq sima ilə gələr. Yəni, insan nurani şəkildə Allahın huzuruna gələr. İnnəllaha yuhibbul abdəlləzi yətlubul halal. Allah halal ruzu qazanan qulunu sevər. Əl-qəddu alə əyyəli kəl-mücəd fi səbilihi. Ailəsinin dolanışığı üçün zəhmət çəkən şəxs Allah yolunda cihad edən kəs kimidir. Yəni, Allah yaratdığı neymətlərin içərisinə baxanda halal və pak qidalara bizə əmr edir. Çünki o halal qidalar həm bizim ruhumuzu saflaşdırır, həm ailəmizi tərbiyə edir, həm övladlarımıza təsir edir.
Allah Teala bizləri halal ruzu qazanan qullardan qərar versin. Ruzilərimizi, ruzi yollarını asanlaşdırsın. Bizləri yalnız və yalnız özünə və salih qullarına möhtac etsin. Bu niyyətə Peyğəmbər və Ali Peyğəmbərə salavat edək. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika vanhar inne şani'eke huvel abtar. Sadakallahul aliyyul azim.